Cinsi çoxalma zamanı bir sıra nəsillərdə əlamətlərin ötürülməsinin ümumi qanuna uyğunluqları Çex alimi Qriqor Mendel tərəfindən öyrənilmiş və 1865-ci ildə nəşr edilmişdir. Mendel öz təcrübələrini noxud bitkisi üzərində aparmışdır. Bu bitkinin yaxşı nəzərə çarpan irsi əlamətlərə malik çox müxtəlif sortları vardır. Bu xüsusiyyətlərin hər biri mövcud sort daxilində irsən ötürülür. Adətən noxud öz-özünə tozlansa da, çarpaz yolla tozlanması da mümkündür. Mendel öz tədqiqatlarını hibridoloji metodla bir-birindən müəyyən əlamətlərə görə fərqlənən iki valdeyin formalarının çarpazlaşması yolu ilə apararaq bir sıra nəsillərdə öyrənilən əlamətlərin üzə çıxmasını izlədi. O bitkilərin bir çox müxtəlif əlamətlərindən bir-birindən fərqlənən bir və ya bir neçə cütünü seçərək gələcək nəsillərdə onların üzə çıxmasını izləmişdir. Sarı və yaşıl rəngli toxumları olan noxudları öz aralarında çarpazlaşdırdıqda hibridlərin birinci nəslində alınan bütün toxumlar sarı rəngli olacaq. Bu qanuna uyğunluğu bəzən dominantlıq qanunu və ya Mendelin birinci qanunu adlandırırlar. Birinci nəsil hibridlərinin sonrakı nəsillərində isə parçalama müşahidə olunur. Hər iki valdeyin əlamətlərini daşıyan və müəyyən sayı nisbətində olan bitkilər meydana çıxır. Sarı toxumların sayı yaşıl toxumlara nisbətən 3 dəfə çox, noxud toxumlarının dominant və resessiv əlamətə malik fərdlərinin sayı nisbəti isə 3/1-ə yaxın olur. Mendel öz tədqiqatlarını nəşr etdirərək rəy almaq üçün o dövrdə hibridləşmə sahəsində görkəmli şəxsiyyət olan Negeliyə göndərir. Mendelin noxud bitkisində aparılan bu tədqiqatları onun çox xoşuna gəlir. Lakin o bu qanunun bütün bitkilər üçün universal olduğunu dəqiqləşdirmək üçün ona içərisində qırğıotu toxumları olan paket göndərir. Mendel qırğıotunun hibridləşdirilməsinə çox vaxt sərf etsə də, heç bir qanuna uyğunluq müəyyən edə bilmədi. Təəssüf ki, o zamanlar elmdə partenogenez haqqında heç bir məlumat yox idi. Bu da Mendelin kəşf etdiyi qanuna uyğunluqların unudulmasına səbəb oldu. O həqiqəti vaxtından əvvəl tapmışdı. Zaman isə onu anlamaqda gecikirdi. Mendel bu kəşflərinin təsdiqini görə bilmədi. Yalnız 1900-cü ildə Mendel qanunları yenidən kəşf edilərək bir sıra alimlər tərəfindən öz təsdiqini tapdı və bununla da biologiyanın yeni sahəsi olan genetikanın təməli qoyuldu və o dünyadan köçdükdən sonra 35 il sonra elm onun haqlı olduğunu etiraf etdi.